Allah salam Menekə əzizləyicilərimiz, sizi Binə qəsəbəsindən, Binə İdris əmlak olaraq salamlayıram. Binə qəsəbəsində deməli əsas yoldan təxminən 600 metrə məsafədir. Bax buradan ora 100 metrə, orada da kanaldır. Kanaldan da aşağı gedir, çıxır. Omidin yanına, Svetoforun yanına çıxır, lüks palazından üzbəyiz. Təxminən 600 metrədir. Buradan da yol gedir, asfalt yoldur. Bax, qabaqdan asfaltdır. Sola gedir, çıxır Priyezin yanına. Sağ tərəfə də qalxanda 326 nömrəli məktəbdir. Deməli, evimiz 1.5 sotun içindədir. Bütün kommunalları var, qazı, işığı, suyu. Yaşayışlı evdir, 4 otaqdır. Sənət kupçadır, torpağın yanı kupçası var, xüsusi mülkiyyətdir. Evə də kupça almaq olar, ipoteka istəyən olsa, evin də kupçasını çıxardı veriləcək. 1.5 sotun içində 4 otaqlı. Bax, belə yaşayışlı evdə əzizləyəcəklərimiz. Həyətdə də sanitar qovşağı var, su çəni, ehtiyat, kombisi, Wi-Fi ilə olan. Deməli, evimiz kürsülüdür. Hal-hazırda kirayə qallı evdə. Yanı, evi gördüyünüz kimi arxasına da yeri var. Deməli, ya Allah salam Menekə. Salam. Amma evimizin bu dəhliz hissəsidir gördüyünüz kimi. Dəhliz hissəsidir. Sol tərəfdə belə bir qonaq otağı yerləşir. Belə bir qonaq otağıdır. Evimizin içində deməli qalacaq kuxna mebeli, kombi. Qalan, bir də pərdələr. Qalan kirakeşin əşyalardır. O da deyir ki, əgər deməli əşyaları istəyən olsa, kondisioner camları təzə qoyub. Yəni bu əlavə olaraq kira qalan əşyalardır. İstəyən olsa, yəni onlar da qala bilər. Bu da mətbəx hissəsidir. Keçirik. Sağ tərəfdə bir detski yataq otağı var. Ev qoşadaşdan inşa olunub. Burada böyük bir yataq otağıdır. Gördüyünüz kimi. Bu kiraya qalan əşyalardır. İstəyən olsa, yəni qala bilər. Yəni o əlavə qiymət danışıla bilər. Bu evimizin ikinci yataq otağı. Bu da evimizin ikinci yataq otağı. Allah bütün balaları saxlasın, olmayanlara qismət eləsin. Gözəl bir, qəşəngdir uşaq otağıdır. Qazı, işığı, suyu, kombisi var. Burada sanuzelin sanitar qovşağıdır. Gördüyünüz kimi sanuzelin sanitar qovşağı. Bu qədər əzizlərimiz. Deməli 4 otaqdır, 1.5 sotda torpağın kupçası var. Qiyməti 100.000 manatdır. Real alıcıya endirim olacaq. İpotekaya da istəyən olsa evində kupçasını çıxardıb ev sahibi verəcək. Bəyənib paylaşmağı, takip atmağı unutmayın. Binə qəsəbəsində Binə İdris əmlak olaraq xidmətinizdəyik. Ev satıb almaq istəyənlər burada əlaqə saxlaya bilər. Hər qiymət evlərimiz var. Bəyənib paylaşmağı, takip atmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Bu gözəl bayram günlərində Allah hamıya gözəl evlər nəsib eləsin.